Salam, xoş gördük hörmətli izləyicilər. 2 otaqlı ev Saray qəsəbəsində satışa çıxarıldı. Gəncə təndirinin arxasında 62.000 manata. Kuxna mebeli də var, kombisi də var, radiatoru da var, hamam tualeti də hazırdır. Hər şey yerindədir, çünki bu yaşayış evdə, hal-hazırda evdə ailə yaşayır. Kanalizasiyası mərkəzidir, bu bir, bax bu onun trapıdır. Qaz, su, işıq sayğacları var, kanalizasiyası birbaşa xəttə qoşulub. Azərbaycan kanalizasiyasına qoşulmuş, kanalizasiyadır, yəni mərkəzi kanalizasiyadır. Dəmir raşotkaları var. Ondan sonra evin krişasından buradan yeri var. Gəlib evə baxanda baxacaqsınız. Çıxacaqsınız, bütün yeri stiklavatla döşəndir. Çünki bunlar özləri burada yaşayırlar, hər şəraiti özlərinə qurublar. Hətta burada yay mətbəxim kimi balaca bir mətbəx düzəldiblər. İçində qaz peçi var, kombisi var, aristonu var. Balon banka yığmaq üçün də xüsusi belə bir yerlər saxlayırlar. Görürsünüz? Burada nəsə bişirirsiniz də yayda. Sonra burada bulağa baxın. Bax görürsünüz, belə qəşəng bulaq düzəldilib, burada su gəlir. O belə bulaq düzəldilib, güzgüsü qoyulub, qaz xətti, burada bir dənə də ağacları var. Ondan sonra dəmir raşotkaları var, evin buradan ara məsafəsi var, bura baxın bir dənə. Bax burada da ara məsafəsi var, arxada da ara məsafəsi var. Elə bu qədər də arxada var. Sonra pilləkənlə çıxırıq yuxarı. Hardasa 3-4 daş kürsülüdür də, 5 daş kürsülü, tam etən itirmişsiniz də. Xeyirli olsun. Bax, girdik buraya evin içərisində. Belə bir koridordur. Hamam tualetin bir dənə böyüklüyünə baxın. Bax, görsün nə boydadır. Hamam tualet bir yerdədir, tam yaşayışa hazırdır. Sonra bu mətbəxidir. Bax, bu mətbəxidir. Jaluzi var, pəncərəsi, dəmir raşotkası, moykası, nə bilim, paltaryan, qasmeti, hər şey hazırdır da, yəni hazır yaşayış evidir. Çox qəşəng səliqəli mətbəx mebeli də var, bunlar da evin içərisində qalacaq. Kuxna mebeli, kombi, radiator, bunlar evin içərisində qalacaq. Bu da qonaq otağıdır. Bax belə, bu da qonaq otağıdır. İndi istəsiniz, əşyalardan hansısa ev deyir, saxlamaq istəsələr, deyərsiniz, əşyalardan saxlaya bilərlər. Məsələn, bu deyəsən qalacaq, hə? Bu, məsələn, burada olan yataq dəsti, taxtla, şifaniyerdir, bunlar ikisi qalacaq, dəstdirlər bunlar. Bu da bir yataq otağıdır. 62.000 manatadır. Saray qəsəbəsində Gəncə təndirindən dönəndən sonra nə qədər olar bura təxminən? 500-600 metr məsafə, Gəncə təndirindən bura. 2 otaqlı evdir, torpağın çıxar, fərdi yaşayışdır, yəni kupçalıb qeydiyyata düşə biləcəyiz evdir. Ondan sonra kombisi, kuxna mebeli, radiatoru, hamam tualeti hazırdır, dəmir raşotkaları vurulub, evin krişasında stiklavatı var. Qiyməti də 62.000 manata. Gəlib burada danışarsınız ev yəsindən, evdə qiymətində endirim eləyəcək. Sağ olun.